Erik Fromm'a görə insanın ən çətin qəbul etdiyi həqiqət budur. İnsan çox vaxt etdiyi səhvi bilərəkdən yenidən təkrarlayır. Bu diqqətsizlik deyil və ya da şanssızlıq da deyil. Bu insanın tanıdığı ağrını tanımadığı xoşbəxtliyə üstün tutmasıdır. Fromm deyirdi ki, insan özünü tanış olan şeylə güvəndə hiss eləyir. Tanış olan şey ağrılı olsa belə, ağır olsa belə, yeni olanlar onun üçün qeyri-müəyyəndir. Və qeyri-müəyyənlik də insan zehni üçün ən böyük təhlükədir. Məsələn, bir insan tipi düşünün, insanlara bağlanan və davamlı eyni cür insanları həyatına çəkən və ya da hər dəfə məyusluq yaşayır, amma yenə də eyni xarakterləri çəkir ətrafına. Çünki həmin münasibət forması ağrı versə belə, zehnin bildiyi bir düzəndir. Zehnin artıq tanıdığı bir formadır. Fromm'a görə burada əsas məsələ səhv deyil. Əsas məsələ dəyişməyin məsuliyyətidir. Çünki dəyişmək artıq mən bunu sevirəm və ya da mən bunu seçirəm deməkdir. Və seçim insanı azad eləyir. Amma eyni zamanda onu tək də qoya bilər. Buna görə də insan çox vaxt bunları seçir. Dəyişməməyi, beləyəm deməyi və bu mənim taleyimdir və ya da bu mənim qismətimdir deməyi. Amma Fromm'un ən sərt cümlələrindən biri də bu budur ki, insan taleyim dediyi şeyin böyük hissəsini öz təkrarları ilə qurur. Həqiqi dönüşün eyni səhvi bir daha etmək üzərəykən dayanıb özünə bunu soruşmaqdır, bunu soruşa bilməkdir. Mən həqiqətən bunu istəyirəm, yoxsa sadəcə bunu tanıyıram? Və bəlkə də azadlıq heç səhv etməmək demək deyil. Eyni səhvləri artıq avtomatik şəkildə etməməkdir. Çünki insan etdiyi vərdişlərinin fərqinə vardığı anda onları bir qədər dəyişir və ya bir qədər onlardan uzaqlaşa bilir.